ürəyindən keçən olur ki, Rəvan, nə deyirsən mən sən haqqında düşünürəm. Nə deyirsən, Rəvan naturalni qardaşdır ya, yəni belə əsl, belə köklü surətdə qardaşdır. Salam, əziz və dəyərli dostlar. Bugün siz Nizami Kinoteatrında Azərbaycanda çəkilən ən məşhur komediyalardan biri olan Heykəl kinokomediyasının təqdimatına salamlayıram. Dostlar, gördüyünüz kimi bu saatlar Rəvan bəyin kolleksiyasındandır. Möhtəşəm saatlardır. Həqiqətən ideal, qəşəng, gözəl, bir-birinə qəşəng. Mən şəxsən Rəvan bəyin şəxsi kolleksiyasından bunları istifadə edirəm. Çox sağ olsun, öz təşəkkürümü bildirirəm. Möhtəşəm saatlardır, gözəldir. Bəs sən ən son olaraq hansı film izləmisən?